Bir cavan oğlan Həziyə yaxınlaşıb soruşur. Həzi azdan çoxdan bilən adamsan, əlini mənə tanıt. Həzi cavabında deyir, mən kiməm ki əlini sənə tanıdım. Mənə əlini tanıdanın əlindən yox, ayağından öpərəm. Elə bu şeirin yaranma tarixi də həmin o günə təsadüf edir. Əlini əlinin özündən soruş. Özünü tapmasan sözündən soruş. Əli bir bulaqdır, çağlayar, daşar. Bulağın saflığın gözündən soruş. O Allah nurunun cilvəsindədir. Sədası Quranın şivəsindədir. Ədalət bir uca dağ misalıdır. Əli o dağların zirvəsindədir. Zülmət gecələrdə nurlu mahudur. Əli yer üzündə yadullahu. Bu nə mərtəbədir, bu nə zirvədir. Ləfri dəyən yer qədəmgahıdır. Əlinin qiyməti qiymətindədir. Qolunun qüdrəti qeyrətindədir. Sənin xidməti və ehtiyac yoxdur. Əlinin mələklər xidmətindədir. Onda ki dünyada əli var idi, dünyanın özünə iftixar idi. Əli fəth eləyib kəşkeşanları, göyün yollarından xəbərdar idi. Əli ölməyibdir, əli zindədir. Əlini sevənlər sadiq bəndədir. İnsanlara elə din təlim edib ki, əlisi, Mövlası həmən dindədir. İnsanlara elə din təlim edib ki, əlisi, Mövlası həmən dindədir. Həmən dindədir.